Qorxu ədəbiyyatı ilə maraqlananda, Şərqdə məsəl üçün qorxu filmləri haqqında danışmışdım. Musallat, Dabbe və Semonlu məsəl üçün demişdim. Əsasən Türkiyədə bu Hasan Karataşın filmləri bilinir, amma ədəbiyyat olaraq sözün düzü Şərqdə belə maraqlanmamışam, amma qorxu ədəbiyyatı deyəndə, yəni Avropalılarda bu dini motivlərdirsə, Şərqdə də eynilə cinlər, pərilər, ruhlar mövzuları olardı. Deməli, bir tarixçi var, o Osmanlı dönəmini araşdıranda, özəlliklə batil inancları, yəni Osmanlı bir şəriət ölkəsi olduğu üçün din faktoru, belə deyək, şəriətlə idarə edilirdi, dinlə idarə edilirdi və təbii ki, o toplumda batil inanclar, qorxu dediyimiz şeydə insanların bilmədikləri, cahilliklərindən doğan, o anlam verə bilmədikləri şeylərdir. Yəni nə qədər bir toplum cahilsə, o qədər çox şeydən qorxur və o qədər mistik, belə mifoloji obrazlar canlandırır. Və bu da çox var. Nəyə görə dinlə əlaqəlidir? Çünki dinlər özü cahillikdir. Yəni din varsa orada elm yoxdur və yaxud da elm yaranırsa, zaman dəyişirsə, dinlər sıradan çıxır. Daha doğrusu şəkil dəyişdirir deyək. Və Osmanlı dönəmindəki deməli batil inanclar, yəni qorxu ədəbiyyatı haqqında indi davamlı izləyirəm, amma modern qorxu ədəbiyyatında Hüseyn Rahmi Gürpınarı tapmışdım. Bu yazarın birinci səsli kitabda ən məşhur əsəri, hansı ki qorxu ədəbiyyatı deyəndə bu əsər çıxmışdı qarşıma. Qulyabani əsərini dinləmişdim. Nəyə görə sevmədim bunu? Çünki qorxu motivindən çox komediya var idi. Yəni heç cür, çünki çox vaxt sonda ən azından o komediyanı versəydilər, mistikanın nə olduğunu, qorxunun nə olduğunu, yəni komik dildə verilsəydi daha qəşəng olardı. Amma bu əsərdə başdan sona, yəni komediya janrı kimi oxudum. Ona görə bir qorxu hiss eləmədim qısaca. Qorxu vermədi mənə. Əsərin yazılma hekayəsi də bir yazıcı, bir oxucu yazara, Gürpınara yazır ki, elə bir əsər yazın ki, biz ondan qorxaq. Və bu sayədə, yəni Qulyabani yazır. Qulyabaninin mövzusu bir gənc qızdır, o iş axtarır və ətrafdakı qadınlara da görürük nə qədər təhsilsiz, cahil qadınlardır. Onlar bu qızı iş qulluqçu məqsədi ilə aparırlar bir yerə. Qız ora çatanda artıq anlayır ki, çox hamıdan uzaqda belə gotik üslubda, qəsr kimi bir yerdədir. İşləmək istəmir, amma bir növ ora məhkum edirlər. Yəni deyirlər ki, burada qalacaqsan. Və daha sonra hadisələr belə başlayır. Ona deyirlər ki, burada cinlər, pərilər var. Hətta özünü necə müdafiə eləməlisən, mavi rəngdə nə bilim pijama geyməlisən və yaxud da ki, filan Yasin surəsində, Ayətül Kürsünü filan ayələri oxumalısan deyilir. Qulyabanini görəndə yəni. Və yəni hekayənin sonlarında aydın olur ki, əslində Qulyabani deyilən şey orada işləyən Hüseyn adlı işçilərdən birisidir. Bu əsəri yəni qətiyyən sevmədim, dediyim kimi qorxu vermədiyi üçün. Amma dünən Gürpınarın daha bir Cadı adlı əsərini, radio səsləndirməsini dinlədim. Radiodursa böyük ehtimalla sevəcəm, amma səsləndirmə həqiqətən möhtəşəm idi və çox zövq aldım. Cadı əsərində isə, hekayəsində isə deməli mövzu nədir? Ruhsar serialı var idi 90'larda. Elə bil ki, böyük ehtimalla baxmamışam, amma təsirlənməmiş də ola bilməz. Çünki Ruhsar serialının eynisidir demək olar ki. Başroldakı kişi artıq həyat yoldaşı birinci dəfə ölüb, ikinci dəfə qəza, o ölümü haqqında çox əfsanələr danışılır. Çünki durduq yerə sağlam bir qadın olduğu halda anidən ölür və ondan sonra 6 həyat yoldaşı ölür və bir qadını da bu adamla evləndirmək istəyirlər və bu qadın da deyir ki, yox, o kişi haqqında, yəni onun arvadları ölübdür, yəni qorxuram, haqqında çox şayiələr var və qadınlar da ona deyirlər ki, sənin özün də dur bil qadınsan, düşün, sənin qədər en qədər qadın var, yanında da hələ bir uşaq var, kim səni alacaqsa, yəni evlən və bunlar beləcə evlənirlər. Sonra yaşadıkları yerdə hadisələr başlayır. Hadisələr də bundan ibarətdir ki, ərinin, baş qəhrəmanın, yəni hekayəni nəql edən qadının ərinin
öldüyü qadını, həyat yoldaşı cadı deyirlər. Yəni nəyə görə cadı dediyi də müəmmalıdır. Çünki qadın xüsusi bir şey eləmir, sadəcə ölüb və daha sonra dirilərək yeni ərinin evləndiyi o yeni qadınlar hansı ki, onun övladlarını döyən, uşaqlarını döyünündə gəlir onlara hücum edir. Yəni uşaqlarını qorumaq üçün bir də uşaqlarını yemiş gətirir. Bu uşaqlara da qorxudan heç kim əl vura bilmir. Çünki yəni uşaqlara toxundunsa, o ana ruh şəklində gəlir və intiqam alır. Burada analıq instinkti, yəni öləndən sonra belə analığın, ananın müqəddəs olmuş uşaqlarının qoruması motivi var idi. Amma bu da yəni komediya janrındadır. Daha sonra yəni köşkdə artıq hamı işçilər filan da inanırlar ki, belə bir ruh var. Əri isə, yəni qadının əri isə deyir belə bir şey yoxdur. Kim sən bunu eləyir? Mən yəni bu şeylərə inanmıram, batil inanclara inanmıram. Cadı deyilən, ruh deyilən bir şey yoxdur. Kimsə eləyir, yəni bunun üstünü açmalıyıq və qərarlaşdırırlar ki, plan qursunlar, bunu kimin elədiyini tapsınlar. Daha sonra biz görürük ki, bu ölmüş qadın məktub yazır, həmişəki kimi adı yadımda qalmır. Yəni mən ad dünən dinləmişəm radio teatrosunun, adları yoxdur. Nəysə, yəni məktublar yazır bu öldüyü qadın. Hətta bir yerdə yazır ki, sən mənə sağlıqda gün vermirdin. Hətta anası ilə birlikdə işgəncələr verirlər qadına. Öləndən sonra deyir, hətta saxta olaraq belə üzündə o kədəri görə bilmədim. Biraz məndən qəbirdən uzaqlaşan kimi, hələ qəbirdən keçməmiş, gedib bir başqa qadına jest eləyib, belə padxod eləyir və deyir ki, ondan sonra mən intiqam hissi ilə doldum. Yəni qəzəblənir ruh və bundan sonra birinci arvadı, yəni bu kişi evləndən sonra uşağı vurur, qadının uşaqlarını vurur və o ruh olaraq qayıdır, həmin qadını cəzalandırır. Yəni uşaqlar da bunu deyirlər ki, bizə heç kim əl vura bilməz. Hətta qadın orada şikayətlənirdi ki, uşaqlar tamamilə, yəni kontroldan çıxıblar. Yəni hamıya deyirlər ki, bizə heç kim heç nə edə bilməz. Çünki anamız bizi qoruyur. Yəni belə tərbiyəsiz kimi təsvir edilir. Yəni bu qadının qorxuları və onun bu cadugar deyilən cadıyla komediya janrında, qorxu komediyanın qarışıq janrıdır və davamlı olaraq şantajlar və məktublar yazılır ki, məsələn, axırlara yaxın deyir ki, siz birlikdə qala bilməzsiniz, bacı-qardaş kimi yaşayın. Mən deyir, səni ərini qısqanıram. Bu qısqanmaq mövzusu mənə qəribə gəldi, çünki həyat yoldaşı yəni onu sevməyib və sağlığında da işgəncələr veribdi. Yəni o əri niyə qısqanırdı? Bir də belə bir şey var ki, cadı deyilən anlayış əslində oradakı qısqanclıq və yaxud da ki, intiqam hissinə verilən ad da ola bilər. Çünki dediyim kimi, qadın xüsusi bir şey eləmir. Qadın elədiyi sadəcə uşaqlarını qorumaqdır və onlara yemiş gətirməsidir. Yəni hekayəni radio olaraq səsləndirməsində çox bəyəndim. Amma ola bilər ki, mən ümumilikdə radionu çox sevirəm deyə ola bilər ki, bunun da təsiri var. Qulyabanidən dəfələrlə yaxşı idi mənə görə və səsli kitabda, YouTube'da daha doğrusu Gürpınarın digər kitablarını da tapdım. Yəni ki, böyük ehtimalla qorxu ədəbiyyatıdırsa, hələ ki belə xüsusi qorxu janrı görməmişəm, amma davam edəcəm Gürpınarı dinləməyə. Radio teatrosu olaraq Gürpınar dediyim kimi qorxu janrı deyəndə, ədəbiyyatı deyəndə Türkiyədə, şərqdə Qulyabanisi gəlir, Gürpınarın adı gəlir. Bunu da oxuya bilərsiniz, maraqlıdırsa Ruhlar, Cinlər. Və dediyim kimi mənə tamamilə Ruhsaz serialını xatırlatmışdı bu kitab, bu daha doğrusu radio. Yəni belə.